Bir əvvəlki videoda passiv gəlirin nə olduğunu başa düşməyə çalışdıq. Bu videoda isə gəlin Azərbaycanda passiv gəlir deyəndə gənc insanların ağlına gələn mövzudan, YouTube'dan danışaq. Bir gəncə passiv gəlir desək, ağlına gələn yəqin ki ilk 5 şeydən biri YouTube olar. Amma pis bir xəbərim var. Bəlkə də YouTube passiv gəlir olaraq sadalananların içərisində passiv gəlir kateqoriyasında olmağa ən az layiq olan gəlir növüdür. Niyə? Baxmayaraq ki, YouTube'da müəyyən bir videolar çəkdikdə, orada bir auditoriya qurduqda və o insanlara uzun müddət dəyərli məzmun yaratdıqda, orada qalıcı bir kütlə formalaşır. Və əlbəttə ki, o kütlə üzərindən həmin videoları çəkən şəxsə YouTube müəyyən gəlir imkanları yaradır. Lakin passiv gəlirin keçən dəfə də danışdığımız birinci şərtini xatırlayaq. Passiv gəlir qaynağı bizim işləyib işləməməyimizdən asılı olmayaraq bizə gəlir yaratmalıdır. Yəni passiv gəlir bu zaman passiv gəlir olur. Başqa formada olduqda onsuz da aktiv gəlir olar və ya yarı aktiv gəlir olar. Amma passiv gəlirin gəlməsi üçün bizim işləməyimiz tələb olunmamalıdır. Lakin YouTube belə deyil. YouTube'un alqoritmi sizdən davamlı məzmun yaratmağınızı istəyir. Bu məzmunu yaratmadıqda sizin köhnə videoları da insanların qarşısına çıxartma ehtimalı azdır. Bundan əlavə bir müddətdən sonra sizin köhnə yaratdığınız videolar izlənsə də kifayət qədər izlənmədiyi üçün YouTube oradan gəlir formalaşdırmağına baxmayaraq sizinlə hər hansı bir gəliri bölmək məcburiyyətində deyil. Nəticə olaraq YouTube passiv gəlir qaynağı deyil. YouTube yaxşı platformadır, lakin passiv gəlir üçün daha yaxşı yollar, üsullar, platformalar var. Bu kanalda və səhifədə bu mövzulardan danışacağıq. Maraqlıca izləyə bilərsiniz.